Biz elə düşünürük ki, əgər bizim nəyəsə ehtiyacımız varsa, biz onunla qarşılaşanda həmin anda biləcəyik ki, bu bizimkidir, bizə lazımdır və mənim əslində axtardığım elə bu idi. Necə biləcəksən bu sənin həyatında heç vaxt olmayıbsa və yalnız ehtiyacdan dolayı bunu axtarmısansa. Yalnız belə deyək, bir damla su görüb deyə bilərsən ki, mən çox susuzam, bu bir damla su mənim üçün çox vacibdir və bununla da kifayətlənə bilərəm deyə düşünürsən, amma təbii ki, kifayətlənmirsən, bir qurtum içən kimi daha çoxunu istəyirsən, daha çoxunu istəyirsən. Qarşındakında isə o bir damla sudan başqası yoxdursa, sən onunla dava etməyə başlayırsan. Və bu hər şeyə aiddir. İstər dostluq olsun, istər sevgi münasibəti olsun, hətta iş münasibətində də belə. Birinci deyə bilərlər ki, aşağı maaş olsa da olar, təcrübə olsa da olar, amma pul görmək başlayanda artıq daha çoxunu istəməyə başlayır insan. Pisdirmi, yaxşıdırmı? Bunun haqqında danışmırıq. Sadəcə olaraq hər birimizin çox ac olanda bu sevgi aclığı da ola bilər, maddiyyat çatışmamazlığı da ola bilər, qayğı aclığı da ola bilər, əzizlənməklə də bağlı ola bilər, hər mövzuya aid ola bilər. Və ehtiyacdan dolayı onu az miqdarda görəndə insan fikirləşir ki, hə, mənim elə axtardığım buydu, bu mənə lazımdır, bu çox mənim üçün vacibdir və s. Həmin an üçün vacib ola bilər, amma insanların travması sağalanda, onlar istədiyini alanda daha çoxunu istəməyə başlayır və bu həmişə pis bir şey kimi qələmə verilir. Kimsə üçün pis ola bilər, kimisə üçün yaxşı ola bilər, amma bizim yaranışımız budur. İnkişaf etmək istəyirik, qabağa getmək istəyirik və qabağa getməyəndə, inkişaf eləməyəndə də bədən özünü məhv etməyə başlayır. Münasibətlər pozula bilir, sağlamlıqda problem yarana bilir. Əgər bunu stabillikdə saxlamırıqsa, ehtiyaclarımızı bu stabilliklə bağlı bir şey deyilsə, yəni içəridə ehtiyac var, amma biz susuruqsa, təbii ki, bədən də buna reaksiya verəcək. Mövzu tam olaraq hal-hazırda nədir? Ehtiyacların bizi səhv yöndə getməyimizə səbəb ola bilir və ona görə də biz başa düşməliyik ki, mənim buna ehtiyacım olmasa, mən necə hərəkət eləyərdim? Sualı verəndə bizə daha aydın olur əslində ki, mən əslində nə istəyirəm, nə istəyə bilərəm. Seanslarda çox adama sual verəndə ki, əgər sənin sevgiyə ehtiyacın olmasaydı və yaxud da ki, falan şeyə ehtiyacın olmasaydı, sən bu insanla münasibətdə olardın mı? Xeyr. Sən bu insanı qızına və ya oğluna, nə bilim, məsləhət görərdinmi? Xeyr. Amma sən o münasibətə girirsən, sən o münasibətin içində özünü tapacağını və ya özünü böyüdə biləcəyini düşünürsən və yaxud da ki, deyirsən ki, öz şirkətin olsaydı, bu insanı işə götürərdinmi? Xeyr, mən o qədər ona içimdə güvən yaranmır. Amma hər hansısa bir məbləği ona borc olaraq verirəm ki, verərək, yaxşı uşaqdır, yaxşı oğlandır, ya yaxşı qızdır, fərq etmir. Mövzu burada bizim bəzən öz ehtiyaclarımızdan dolayı qarşımızdakine yaxşı insandır damğası yerləşdirməyə çalışırıq, amma o olduğu kimidir. Bir gün düzgün danışıram, səhv danışıram, bilmirəm. Bu yadımda qalan deyəcəm. Tısbağa əqrəbi suyun bu tayından o tayına keçirir və keçirəndən sonra əqrəb onu sancır və tısbağa ona deyir ki, bəs mən səni buradan ora keçirtdim, səni suda batmağa qoymadım. Və sən niyə qarşılığında mənə bunu elədin? Dedi ki, sənin xislətində yaxşılıq etmək varsa, mənim də xislətimdə sancmaq var. Yəni, insanlar bəzən öz davranışına əsasən qabağındakini ölçməyə çalışır və bəzən ehtiyac o qədər qabarıq olur ki, məsəl üçün, yaxşılıq etmək ehtiyacı o qədər qabarıq ola bilər ki, biz qabağımızdakı insandan da eyni yaxşılığı gözləməyə başlaya bilərik. Amma bu yenə də dünyanı özümüz ilə ölçmək olacaq. Amma ki, insanların hər birinin fərqli olmağa haqqı var və onsuz da fərqlidirlər. Çox da yəni özünüzü yormaya bilərsiniz. Onlar fərqlidirlər. Siz görmək istəsəniz də, yəni biz görmək istəsək də, istəməsək də insanlar fərqlidir. Əqrəb əqrəbdir, tısbağa tısbağadır. Sadəcə olaraq biz necə olmaq istəyiriksə onu müəyyənləşdirməliyik və qarşımızdakini olduğu kimi görməyi, olduğu kimi dəyərləndirməyi özümüzə, belə deyək, bəzən incidə bilər, amma özün ilə səmimi olmaq həyatda ən vacib və
bizə çox şeyləri qazandıra biləcək xüsusiyyətlərdən biridir. Çünki insanlar nəinki başqası ilə səmimi olmağı, insan üçün ən çətin olan özü ilə səmimi olmaqdır. Və bizim enerji və dəyişim proqramında üzərində işlədiyimiz ən həssas nöqtələrdən biri isə elə budur. İnsanın özü ilə səmimi ola bilməsi, özündə olanı görə bilməsi və o pərdəsiz şəkildə qabağındakini görə bilməsi. Ehtiyaclarından dolayı insanı başqa cür görməyə yox, həqiqi baxışla başqasını da görə bilməyi. Ona görə özümüzə həqiqi baxışla, təmiz baxışla baxaq, özümüzlə səmimi olaq, enerjimizə sahib çıxaq, həyatımıza sahib çıxaq, ən gözəl yaşaya biləcəklərimizi də həm özümüzə, həm də bizə dəyərli olan insanlara yaşada bilək.